Hər kəs salam dostlar. Bu günləri kanalımızın növbəti videosunu yayımlayacağıq. Bugünkü mövzumuz kriptovalyutaların düşməsi haqqında olacaq. Yəqin ki, bazara baxsaz görərsiniz ki, son 2 gündə Bitcoin-lə götürsək %5 dəyər itkisi olub. Təbii ki, Bitcoin %5 düşəndə bu altcoinlərə daha çox təsir eləyir. Bitcoin %5 düşəndə altcoinlərdə %20-25-lik, hətta bəzilərində %30-luq düşüşlər də görə bilirik. Məsəl üçün, Altcoin-lə götürsək, baxın %27-lik düşüş alıb. Baxın bu mumların hər biri bir gün olduğu üçün son 5 gündən götürək, %16-lıq bir düşüşümüz var altcoinlərdə. Kriptovalyutalar ümumiyyətlə niyə düşür? Düşmənin səbəbləri nədir? Düşərkən almalıyıqmı, satmalıyıq? Bunlar haqqında danışacağıq dostlar. Bitcoin-ə baxarkən bir də Ethereum-a nəzər yetirsək, Ethereum-da da son 3 gün ərzində %12-lik bir dəyər itkisi olub. Əslində Bitcoin düşəndə bazarın 90%-i onun arxasınca gedir. Bu artıq klassik bir qanundur. Kriptovalyuta sistemində olan, bu işlə məşğul olanların 90%-nin bu haqda məlumatı var. Bəs düşmənin arxasında dayanan hansı faktorlar var? Onlar haqqında danışaq. Belə götürək. Amerika Federal Ehtiyat Sistemi faiz dərəcəsini artıranda dollar məlum məsələdir, möhkəmlənir. Təbii ki, investorlar riskli aktivlərdən, yəni kriptovalyutadan pul çıxarır. Bu da qiymətin aşağı düşməsi üçün bir səbəbdir. Təbii ki, başqa səbəblər də var. Bunlar da kriptovalyuta xəbərləridir. Belə deyək, tutaq ki, hansısa böyük bir ölkə kriptoya qarşı sərtləşdirici qərar verir və ya Binance kimi, MXC, Coinbase kimi nəhəng birjada bir problem çıxır, hansısa sistemində bir açıq əmələ gəlir. Bu cür xəbərləri şişirdilmiş formada təbii ki, xəbər saytları paylaşmağa başlayırlar. Bu da avtomatik olaraq kripto yatırımcılarında qorxuya səbəb olur və əllərindəki kriptoları satmağa başlayırlar. Bu da bazarın düşməsinə daha bir səbəb. Növbəti texniki faktorlar ola bilər. Məsəl üçün, qrafikdə biz görsədək, Bitcoin-in burada bir möhkəm 108 mində bir dəstək səviyyəsi var. Bu səviyyə çox möhkəm bir dəstək səviyyəsidir. Əgər bu səviyyə qırılsa, təbii ki, yenə də olaraq kripto yatırımcıları qiymətin daha aşağı gedəcəyindən qorxaraq əlindəki kriptoları satmağa başlayırlar. Bu da qiymətin düşməsinə daha bir səbəbdir. Əslində bunların hamısını bir kənara qoysaq, ən sadə izah budur ki, insanlar qorxanda satır və satış dalğası da bunun ardında gəlir və bu da qiymətin düşməsinə səbəb olur. Mənim öz şəxsi fikrimcə, belə deyək, artıq 4-5 ildən çoxdur ki, mən bu kriptovalyuta sistemində varam, alış-satışlar eləyirəm və uzun müddətli yatırımlarım var. Bu cür düşüşləri biz çox görmüşük. Belə deyək, dostlar, qısa müddətli trade edənlər üçün bu cür düşüşlər biraz daha riskli ola bilir. Yəni tez qorxub satırlar, amma kriptovalyutada bu cür düşüşlər daha da əvvəllər olduğu üçün baxın, kriptovalyuta belə deyək, Ethereum-dan götürsək $4000-dan $1300 kimi gəlib, yenə qalxıb. Sonra burdan $3000-dan $2235 qalxıb, yenə qalxış göstərib. Yəni ki, belə deyək də, kriptovalyutada əsasən uzun vadədə, yəni uzun müddətdə yatırım edənlər daha çox burdan qazanc götürür. Belə deyək, qısa müddətli scalping, yəni al-sat qısa müddətli gün içi bağlanan işləmlərdir scalping. Yəni scalping edənlər də var. Amma mən yəni belə deyim, bəlkə də %2, %3% insanlar yəni scalpingdən bəlkə də ay sonunda müəyyən bir qazanc edə bilər, amma mənə görə scalping, yəni qısa müddətli alış-satış yerində saymaqdan başqa bir şey deyil. Kriptovalyutada həmişə uzun vadəli yatırımcılar qazanır. Baxın, burada CoinMarketCap-da elə qorxu endeksi yazsanız çıxacaq. Mən burada açmışam, sizin üçün yenidən yaza bilərəm. CoinMarketCap qorxu endeksi. Baxın, bu nədir dostlar? Açılsın bir dəqiqə.
Ümumiyyətlə, bu zamana kimi etdiyim təcrübələr məni onu göstərir ki, kriptovalyutada nə qədər qorxu endeksi, baxın bu diblərdədirsə, qırmızılardadırsa, yəni əlində yatırım etmək üçün pul varsa, baxın bu qırmızılarda olanda, yəni məntiq budur. Hər kəs qorxanda sən al, hər kəs almaq istəyəndə, kriptovalyutadan hər yerdə bəhs ediləndə, artıq bir hype olanda sən əlindəkiləri sat. Çünki hər kəs kriptovalyutanı almaq istəyəndə, yəni bu məlumat böyüyündən tutmuş kiçiyinə kimi hər kəsin bu kriptovalyuta haqqında məlumatı olanda və xəbər saytları kriptovalyutanın hər gün all time high və hər gün zirvə yeniləyərək getdiyini paylaşırsa, siz əlinizdəki məhsulları satın, çünki artıq bazarda, hər kəs bazardadır və kriptovalyutalar zirvədədir. Bu zaman siz əlinizdəki kriptovalyutaları satmağınız daha məqsədə uyğundur. Baxın, bu indi sarıdadır. Bu qorxu endeksi qırmızılarda olanda kriptovalyutalar demək ki, diblərə yaxındır və hər kəs qorxur, hər kəs əlindəki kriptoları satıb ziyanın yarısından da belə deyək, geri dönsək, türklərin sözü var, kardır deyərək əlindəkiləri məhsulları 5-dən alıbsa 3-ə düşəndə satıb çıxardırlar. Amma kim ki səbirlə əlində saxlayır kriptoları və o sonda da qazanclı olur. Ona görə də kriptovalyutada dostlar əsasən uzun vadəli, uzun müddətli yatırımlar daha çox qazanclı olur və sizə də məsləhətim, əgər inandığınız bu coin-də bir gələcək olduğunu əminsinizsə və ətraflı araşdırmanızı etmisinizsə, dostlar satmayın. Çünki kriptovalyutada belə manipulyasiyalar çox olur. Mən sizə faktorları da dedim. Yəni xəbər faktorları var bunun içində, Fedin faiz qərarları var. Hamısı kriptovalyutaya təsir edir və kriptovalyutada yəni az-çox məlumatı olanlar da bilir ki, manipulyasiya üzərində qurulub. Yəni bir kiçik bir xəbər, bir kiçik bir nüans kriptovalyutanın düşməsinə gətirib çıxardır. Mən sizə Bitcoin qrafikindən göstərdim. Alıb satdığım, təbii ki, bu yatırım tövsiyəsi deyil. Digər kriptolardan da göstərə bilərəm. Baxın, dəfələrlə dibə vurub, qalxıb, qalxıb, dibə vurub, qalxıb, dibə vurub, qalxıb, dibə vurub. Təbii ki, bu keçmişi olan və uzun müddətdir alınıb satılan coinlər üçün keçərlidir. Mən həmişə məsləhət görmüşəm, əgər belə deyək, kənarda bir pulunuz varsa meme coinlərdən, yəni Shiba, Doge kimi coinlərdən alış-satış edin. Yoxdursa, müəyyən bir məbləğ varsa, daha köklü və uzun müddətli bazarda olan coinlərdən al-sat etməyinizi tövsiyə edirəm. Dostlar, kanalımızı izləmədə qalın. Növbəti videolarda görüşərək. Sağ olun, salamat qalın.